Cəlilabad rayon Göydəmir şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. 15 ildir ki, eyni məktəbdə SCF fənləri tədris edirəm. 2000-də isə yeniyəm, buna baxmayaraq bir çox aktiv layihələrdə iştirak edirəm. Öz layihəm haqqında məlumat verim. Layihəmin adı Mütaliəni sevirəm. 11-16 yaş aralığında olan şagirdlər bu layihə çərçivəsində mütaliə edərək nitq bacarıqlarını inkişaf etdirəcək və inkişaf etdirməklə yanaşı Azərbaycanlı şagirdlər türk ədiblərini və onların əsərlərini və eləcə də türk şagirdləri Azərbaycan ədiblərini və onların əsərlərini tanıyacaqlar. Hər dəfə müəyyən bir əsərin oxunması, izlənilməsi, müəyyən hissələrin səhnələşdirilməsi və müzakirə edilməsi haqqında və ümumiyyətlə bu əsərlər haqqında esələrin yazılması, rəsmlərin çəkilməsi, Web2 alətlərindən istifadə edilməsi şagirdlərimizin müəyyən bacarıqlarını inkişaf etdirəcək. Layihənin icra müddəti mart, aprel, may aylarında, yəni 3 ay müddətində olacaq. Layihənin sonunda bir e-bookda hazırlanacaq ki, onlayn şəkildə sərgilənəcək. Bu yolda Türkiyədə və Azərbaycandan ədəbiyyat sevər ortaqları gözləyirəm. İnanıram ki, yenə birgə fəaliyyətimiz, əməkdaşlığımız çərçivəsində olduqca maraqlı zaman keçirəcək və uğurlu bir layihəyə imza atacaq. Sonunda bu fürsəti bizə yaratdığı üçün hər iki tərəfə, xüsusən də təhsilimizin gözəl simvolları olan Fidan xanım Nəcəfovaya, Fəqə xanım Qafarovaya və Nativan xanım Bədəlovaya minnətdarlığımı bildirirəm, təşəkkür edirəm, çox sağ olun. Səmirə